Doktor, hamımızın keçdiyi bir period var, bu yeniyetməlik dövrü, hansı ki valideynlərimiz hər şeyi bağlayırdı telefona. Sənin üzündə səpki var, çünki bütün gün telefondasan. Bizim vaxtımızda belə bir şey yox idi. Bunun həqiqətən telefonla əlaqəsi varmı? Yeni bir şey yayılır, hamı tərəfindən istifadə olunursa, köhnədə olan problemlər ona calanır. Mən özüm rastlaşıram elə valideynlərlə, övladını gətirməmişdən qabaq deyir, doktor olar bir dənə sizə bir söz deyim. Girir otağa, doktor ona deyin ki, telefonla çox oynamasın, yaxşı. Deyin ki, çipsi yeməsin, qəlyana getməsin, o filan kəslərlə. Hətta bəzi şikayətlər var. Körpə uşaqdır, barmağında zil var. Dermatoloqlar da bilir ki, bu zil uşaqlarda xüsusilə yayğındır. İmmunitet formalaşana qədər 1 il, 2 il qalıb özü düşəcək. Bu uşağın özünü heç narahat eləmir. Amma onun müalicə metodu ki, valideyni gətirib çox ağrılıdır və çox travmatikdir və uşaq üçün illərlə belə bir həkim qorxusu yaradacaq bir şeydir. Elə olduqda mən artıq bilirəm ki, mənim pasiyentim uşaq deyil, mamasıdır. Onda vaxt ayırıram, izah edirəm. 90% hallarda razı salıram. Və yaxud yeniyetmə olur, gəlir belə maması ucu deyir. Gəl mən deyəcəm. Şikayətini deyir. Qız da oturur belə. Mənlə belə dərdləşir. Mən nəsə deyir ki, hə də sənə demişdim də, problem yoxdur. Bir çox hallarda problem obyekt kimi pasiyent gətirilib, amma o deyil. Valideyn olur. O zaman da artıq mən izah edirəm, necə yanaşmaq lazımdır, yəni narahat olmağa dəyər, dəyməz.